Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün may ayının 24'ü 2025-ci il. Stolun üzərində yəqin ki anladınız bunlar nədir? Bugün biz arılarımıza qarışqa turşusu, yəni formik asid Türk dilində, Azərbaycan dilində qarışqa turşusu tətbiq edəcəyik dostlar. Bunun da tətbiq etməsi insan orqanizmi üçün çox təhlükəlidir. Yəni təhlükəsizlik qaydalarına riayət etmək lazımdır ki, özünüzə zərər vurmayasınız. Demək dostlar, bunun üçün nə lazımdır? Qısa konkret. Formik asid, yəni qarışqa turşusu gənə ilə ən gözəl mübarizə metodudur. Varroa ilə. Varroanın indi alimlərin araşdırmalarına görə sürfə daxilində belə varroa gənəsini öldürməyə qadirdir. Bunun da dostlar verilməsi hava temperatur şəraitinə uyğun tətbiq olunmalıdır. Aşağı temperatur 18, bəzən 14 deyirlər, 14 biraz azdır. Yəni 18-20 dərəcə temperatur olanda aşağı, yuxarı isə 25 dərəcəni ötməmək şərtinə. Yəni 25-27 dərəcəyə qədər bunu tətbiq etmək olar. Tətbiq olunan zaman ventilyasiyalar açıq qalmalıdır. Bəzi arıçılar bunu ilk dəfə 2-5 qram tətbiq edir ki, arıları buna öyrəşdirmək üçün. Mən isə hər zaman bir dəfəlik doza vermişəm. 30 qram və yaxud 25 qram bir dəfəlik hər arı ailəsinə tətbiq etmişəm dostlar. Bunun üçün plastik qablar satılır çərçivələr arasına. Bunu hər dəfə, hər il mən paylaşıram, deyirəm. Amma mən özüm üçün, baxın bu cür plastik qapaqlardır, kapron qapaqlardır, ucuz, qəpik, quruş. Üzərinə skoç yapışdırmışam 2 tərəfdən, yəni 4 tərəf burada dəlik qalıb. İçərisinə də salfet, 4 qat salfet qoymuşam ki, bu formik asid o arı ailəsində bir dəfəlik buxarlanmasın. Yəni bir neçə gün ərzində tədricən buxarlansın ki, bütün o proses orada varroa gənəsini məhv etmiş olsun, məhv etsin. Doğrudur, arılar bir qədər bunu o qədər də sevmir dostlar. Baxın, çalışırlar hər zaman bunları, bu dəlikləri propolislə o bir neçə gün ərzində propolislə örtməyə çalışırlar. Amma buxarlanır. Yəni bunun da baxın çərçivələrin üzərinə, arı ailəsində çərçivələrin üzərində yerləşdirilir. Çünki formik asidin buxarı havadan ağır olduğuna görə çərçivələrin aşağısına çökür. Ona görə dostlar, bunu da ki günün istisində, lap çox isti olan zamanda vermək doğru deyil. Çalışın günün ikinci yarısında, lap axşamda olmaz. Əgər arılara bir ziyan olarsa, yəni gündüz mütləq onu açıb götürmək olar və yaxud nəsə bir tədbir görmək olar dostlar. Bu da 3-4 gün ərzində dostlar təxminən buxarlanır və 4 gündən sonra gedirsiniz, açırsınız bu plastik qabları, götürürsünüz, yenə qoyursunuz payız üçün və yaxud növbəti il üçün yenə də istifadə etmək olur. Formik asid, baxın bunlar 85%lik formik asiddir. Yəni qarışqa turşusudur. Bunun üçün nə lazımdır? İlk növbədə maska, əlcəklər, hər hansı bir rezin əlcək olsun, yəni üzərindən də qalın bir əlcək geyinsin ki, o əlcəklər cırılmasın. Yəni əlinizə, barmağınıza qoyub toxunmasın bu formik asid, tökülməsin. Yəni çünki bu yanıq əmələ gətirə bilir. Ondan sonra əsas, baxın,
maskalar, yəni cürbəcür maskalar var dostlar. İndi müasir dövrdür. Yəni bu tam 2 qat filtrlə insanı o buxar nəfəsinə getməməsi üçün nəzərdə tutulub. Bunu da mənim üçün bir gözəl dostum Bəhruz qardaşım özü operatordur. Amma arı da saxlayır. Tez-tez görüşürük, danışırıq. Bunu da mənə hədiyyə edib dostlar. Yəni bu əlcə, bu maska, bu eynək, bütövlük də bunları mənim üçün hədiyyə etdi. Yəni atası Rusiyada yaşayır, oradan göndəribdir. Allah onun canına dəyməsin, Allah ruzusun bol eləsin. Allah ona can sağlığı versin, balaların xoşbaxt eləsin. Sağ ol qardaş, öpürəm, inşallah sənin bu maskanla formik asidi tətbiq eləyəcəyəm. Odur ki, mən həmişə çalışıram ki, bu maskalardan biraz işləmək çətindir. Həmişə mənə irad tuturdular ki, maskasız çalışırsan falan. İndi bu Bəhruz dostum da bunu mənim üçün Moskvadan aldırıb, göndərtirib. Sağ olsun, Allah var eləsin. Sağ ol qardaş. Deməli dostlar, indi də baxın şpirisdir. Bu 60 qramlıq şpirislərlə bu formik asid götürülür. Bu qapağa yeridilir. Bu salfetə hopdurulur və 4 gün ərzində, 3 gün ərzində orada buxarlanır və varroa gənəsini də təmizləmiş olursunuz dostlar. Həm də ki, orqanikdir. Heç bir bala, heç bir güləmə, heç bir propolisə, heç bir çöküntü vermir, heç bir ziyanı yoxdur dostlar. Odur ki, getdik arxanada sizə bunu daha yaxından göstərim. Super. Bu ne oydu düşmüş ya, hay Allah. Geçtik muharebeye. Muharebedir dostlar. Dostlar, bir taxta koyuruq ki, bu daha buxarlana bilsin. Gördünüz mü? Arılar dərhal aşağıya getdilər. Süper.
Deməli, dostlar, görürsünüz ki, biz arıçılar nə qədər əziyyətlərdən keçirik ki, insanlara baxın, həm bu çəkilişlə bağlı bilgilərimizi paylaşırıq. Çəkiliş etmək özü bir məsuliyyətdir, özü bir çətinlikdir dostlar. Amma adi halda adam arxanada bir şeyi bir neçə dəqiqə eləyirsə, bir neçə dəqiqə vaxt gedirsə, çəkiliş üçünsə bu bəzən bir saata yaxın alınır. Çünki bütün bunları hazırlamaq, insanlara düzgün çatdırmaq. Odur ki, dostlar, varroa çox sırtıq bir varlıqdır, çox sırtıq bir parazitdir. Odur ki, varroa ilə ildən ilə çətinləşir, çox çətin olur mübarizə aparmaq. Allah, indi bu bizim təsərrüfat. Bu qarışqa turşusu da organik bir turşudur dostlar. Ona görə mən həmişə çalışıram ki, öz müştərilərimə, ümumiyyətlə insanlara sağlam məhsul sataq, təmiz məhsul sataq, keyfiyyətli məhsul sataq. Ona görə də dostlar, özümüzə bu əziyyəti veririk ki, ən azı bizim satdığımız bal insan alırsa, ən azı onun tərkibi cürbəcür zəhərlənmiş, zəhərli maddələrlə qarışmıyor dostlar. Odur ki, bu prosesdən sonra, əziz dostlar, ən azı bir 4 gün arıları açmaq olmaz, arxanaya getməyin, heç bir problem olmaz. Bir neçə saat nəzarət edin ki, arılarda əgər bir problem yaşanarsa, tez o arıya kömək edə biləsiniz dostlar. Odur ki, sağ olun, özünüzü qoruyun. Nə isə çatdıra bilmədiksə, şərhlərdə yazın, hər birinizə cavab verək. Salam aziz dostlar. Bugün may ayının 25'i 2025. il. Formik'ten bir gün sonra. Arılarımız çalışır. Her şey normal. Ölen ve yaralanan yoktur.